Bir daha salam verirlər. Deməli, bir maraqlı məsələ var idi. Bu sualın izahını vermək istirdim. Sualda biz nə deyirik? Qulam kişi ev əldə ilə qaynanasının doğum günü olduğunu bilir və onlara şam yeməyinə getməyə ailəvi hazırlaşırlar. Qulam kişi yeni maaş alıb, 960 manat maaş alıb. Və pulun 4də 1 hissəsini kredit üçün, qalan pulun 4də 3 hissəsini evin rəsədləri üçün və kommunallar üçün saxlayır. 150 manatında aylıq işləyib gəlmək üçün yol pulu saxlayır və bir də qonşudan 20 manat borc aldığını düşünür. Düşünür, yadına düşür, dərhal 20 manat borcu qaytarır gecə ilə. Və borcu qaytardan sonra yerdə qalan puldan həmişə nə qədər pul qalsa artıq 6 manat taksiyə gedib gəlməyə, qalan pulunu da hədiyyə alır. Görək bu neçə manatlıq hədiyyə almışdır. Baxın 960 manatın 4də 1 gelib kreditə. 960-ın 4də 1-ini tapa bilərik. 960 vurulsun 4də 1. 1-ə vurub 4də bölərik. Neçədir bu? 960-ı 4də böləndə 240. Demək 240 manatı getdi bu. 240 manat getdi. Yerinə qaldı 720 manat. 720 manatın 4də 3 hissəsini evin rəsədləri üçün. 720-nin 4də 3 neçədir? 720-ni 4də bölüb 3-ə vuraraq. Düzdür. Bu deyəcək 724-ə bölündə 180, 3 arasında 540. 540 manat da belə getdi. Yerdə qalan nə qədər oldu? 541 getdi, 240 da 1 getdi. Elə deməli 780 manat. Deməli nə qaldı? 180 manat cəmi bunun pulu qalıb. Cəmi yerdə qalıb 180 manat pul. 180 manat puldan 150 manat nədir? Rasxoddur. Yeri bir yol puldur, yəni düzdür, iş edib gəlməyə. Yerdə nə qalır? 180 150 çıxıram. Qalacaq 30 manat. 30 manatla 20 manatın cənnətə borcudur. Demək yerinə də qaldı? Yerdə qaldı 10 manat. 10 manatdan da 6 manata yol pul eləyir, gedib gəlməyə. Yerinə qalır 4 manatlıq hədiyyə. Demək neçə manat hədiyyə alınmış? 4 manatlıq hədiyyə alınmış.